Aha. Başlayaq inşallah. Ümumi sual vereyim, yoxsa ad çəkərək verəcəm sualı. Birinci başlayaq Aytac müəllimədən. Deməli, Fransada yaranıb, sonralar Almaniya, İtaliya və digər ölkələrə yayılıb. Bu hərəkatın nümayəndələri qəbul edilmiş bütün normaları... Avangardizm. Bəli, bəli. Aha, Günel müəllimə cavab versin. Deməli, incəsənətdə hansı cərəyandakı klassik qanunları pozaraq ənənəvi sosial mədəni dəyərləri olan münasibəti dəyişir? Qarışdırdım məni. Həmişə burada problem. Lalə Orucova müəllimə, buyurun. Lalə Orucova müəllimə. Müəllimə, sualı bir də verərdiniz, zəhmət olmasa. İncəsənətdə hansı cərəyan klassik qanunları pozaraq ənənəvi sosial mədəni dəyərləri olan münasibəti dəyişdi? Romantizm müəllimə. Yox, ay müəllimə. Nuranə müəllimə cavab versin. Axşamınız xeyir müəllimə. Bir daha avangardda müəllimə. Pozmaq sözü mən bir dənə onda yadda saxlamışam ki, onlar pozub avangard. Bu qanunları pozar. Bir dənə pozmaq sözünə də taxılmaq lazım. Pozmaq sözü taxılsa digərlərinə necə olacaq? Qaydaları, qanunları. Amma müəllimə elə bir testlərdə düz yazıram da, yəni elə saxlamışam, amma testlərdə də düz yazıram. Yaxşı, əsas o ki, digərlərini qarışdırmayaq. Sonra Şəlalə Quliyeva müəllimə cavab versin. Deməli, incəsənətdə hansı cərəyan forma və əşyaları dəqiq deyil, təqribi təsvirlə xarakterizə olunur? Şəlalə müəllimə. Şəlalə müəllimə. Təranə müəllimə, Tamara müəllimə cavab versin. Tamara müəllimə. Zəhra müəllimə cavab versin. Bir dəfə ad çəkəcəm. Vaxt getməsin. Zəhra müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Ay, üzrü sən sağ yadıma. İncəsənətdə hansı cərəyan forma və əşyaları dəqiq deyil, təqribi təsvirə xarakterizə olunur? Abstraksionizm idi. Necə? Abstraksionizm. Aha, Zəkiyə müəllimə. Bədii cərəyan üçün müasir memarlıq üslubunun dizayn, sənaye tətbiqi və dekora tətbiqi sənətinin təşəkkülünə və inkişafına böyük təsir göstərib bu cərəyan. Abstraksionizm. Aha, əla. Aysel Qarayeva müəllimə. Hansı üslubda fəaliyyət göstərən rəssamlar öz kompozisiyalarını, formal elementlərin rəng parçası və formanın yayılan xarici görünüş əsasında qururdular? Müəllimə, abstraksionizm. Əla. Aytaz müəllimə cavab versin. Deməli, hansı cərəyan öz qarşısına təsviri deyil, fəlsəfi vəzifəni qoymuşdu? Aytaz Zeynalova. Abstraksionizm. Kubizm. Kubizm idi, bəli. Günel müəllimə cavab versin. 1910-13-cü illərdə eyni vaxtda Avropanın bir neçə ölkəsində mücərrəd formasız cərəyan yarandı. Abstraksionizm. Salam müəllimə. Salam. Digər Günel müəlliməmiz cavab versin. Hansı cərəyan kubizm əsasında yarandığından onun məntiqi davamı sayılırdı? Abstraksionizm. Bəli. Lalə Orucova müəllimə cavab versin. Deməli, bu üslub digər cərəyanlara yol açdı. Tamaşaçılara bu üslubda təsvir olunmuş rəmzləri özlərinin istədikləri kimi yozmasına imkan verdi. Bilmədim, ay müəllimə. Vaxt getməsin yalana, bilmədim. Nuranə müəllimə, buyurun. Mənim istədikləri kimi yozmasına ikisində vardı. Bir kubizm, bir impressionizm. İmpressionizm müəllimə. Yox, ikisinin istədikləri kimi yozmasına bir dənə yerdə var. O da nə idi? Kubizmdir və salam. Başqa harda var ki? Yəni bu təsvir edilmiş rəmzləri özlərinin istədikləri kimi yozmasına imkan verir tamaşaçılara. Mənlə qarşıda o yeni üfüqlər atırdı, o impressionizm. Yeni üfüqlər açdı, o olacaq. İmpressionizm ayrıdır, o fərqlidir. Yəni bu nə idi? Deyir ki, müasirlərin yaddaşında inqilab edərək yeni üfüqlər açdı, incəsənətin inkişafına, yeni konsepsiya, cərəyan və formaların yaranmasına təkan verdi. Bu impressionizm idi. Amma əgər deyiriksə ki, digər cərəyanlara yol açsa, eyni zamanda tamaşaçılara və bu üslubda təsvir edilmiş rəmzlərin özlərinin yozmasına
istədikləri kimi yazmasına imkan verdi. Bu kubizm olacaq. Deməli, Şəlalə Quliyeva müəllimə, buradasınız müəllimə? Yoxsa sadəcə adınız görünür? Cavab vermirsiniz. Tamara Xəlilova müəllimə. Cavab versin. 19-cu əsrdə Fransada mövcud olan ən böyük bədii hərəkat idi. Kubizm idi müəllimə. Yox, Zəhra müəllimə, buyurun. 19-cu əsrdə Fransada mövcud olan ən böyük bədii hərəkat. Tam, Zəhra müəllimə. Oy, Zəkə müəllimə, buyurun. İmpressionizm. Bəli. Aytaz Qarayeva müəllimə cavab versin. Hansı üslub öz inkişafında 3 mərhələdən keçib? Aytat Qarayeva yoxsa Zeynalova Ay müəllimə? Allah, Aytaz Zeynalova. Aysel Qarayeva. Gözləyirəm dömkəsə cavab versin. Kubizm. Bəli, bəli. Deməli, Bəsti müəllimə cavab versin. Dünyanın həndəsi fiqur formaları vasitəsilə dərk edən primitivizm əslində nə idi? Aha, Kubizm. bəli. Günel Ağarzayeva müəllimə cavab versin. Rəngkarlığın inkişafına çox böyük təsir göstərdiyi məkanda faktura və həcmin verilməsi üsulları barədə rəssamların təsəvvürlərini dəyişdi. Kubizm. Bəli. Günel Quliyeva müəllimə cavab versin. İbtidai incəsənət Afrika, Okeana və Amerika xalqlarının ənənəvi incəsənəti, arxaika, orta əsrlər incəsənəti nəyin nümunələri sayılır? Primitivizm. Aha, Lalə Orucova müəllimə. Sadəcə əşyanın təsviri deyil, bu əşyanın düşünərək dağıdılmış və rəssamın şuurunda yenidən dağıdılmış təsviridir. Sürrealizm. Nuranə müəllimə, buyurun. Müəllimə eyni sualı kubizm. Bəli. Rəna müəllimə. Vaxtınız xeyir olsun inşallah müəllimə. Rəngkarlıqda simvolizmə xas olan xarakterik elementlərlə zəngin sujetlər nə adlanır? Primitivizm. Rəngkarlıqda simvolizmə xas olan xarakterik elementlərlə zəngin sujetlər nə adlanır? Simvolizm. Simvolizmə xas olan. Şəlalə Quliyeva müəllimə cavab versin. Zəhra müəllimə. Zəkiyə müəllimə cavab versin. Modern. Bəli, modern. Rəngkarlıqda simvolizmə xas olan xarakterik elementlərlə zəngin sujetlər modern adlanır. Yaradıcılığında məhəbbət, ölüm, istirab kimi əbədi mövzular nəyin əsas motividir? Aysel Qarayeva müəllimə. Müəllimə simvolizm. Əla. Aytaz Zeynalova müəllimə. Bu üslubda tablolarda sanki rəng azlığı müşahidə olunur. Kubizm. Bəli, Bəsti müəllimə buyursun zəhmət olmasa, bu cəryanın rəssamları ətraf aləmin uzun müddətli vəziyyətini, həyatın məğzini İmpressionizm. Bəli. Günel Ağarzadə müəllimə buyurun, uydurma, xəyallar, formaların qəribə uyğunluğu və fərqli obrazlar. Hansı üslubun? Aha. Günel Quliyeva müəllimə, bu cəryanın rəssamları yalnız görünən gəncəliyi yaxud ötəri təəssüratı təsvir etməkdən imtina ediblər. Post-impressionizm. Aha. Lalə Orucova müəllimə, təsvir sənət tarixində istifadə edilən termin olub, rəssam akademiyalarında bədii sistemlərin, istiqamətlərin, antik və intiba incəsənətinin təqlidi. Akademizm. Bəli. Nuranə müəllimə cavab versin. Dekorativ üslubiyyətə də müraciət edirdilər bu rəssamlar. Hansılar idi? Müəllimə post-impressionizm. Aha. Rəna müəllimə buyurun. Sənət əsərlərində diqqəti cəlb etmək üçün sirr və müəmmalardan bol bəhrələnən ən nəhəng rəngkarlıq istiqamətlərindən biri. Simvolizm. Bəli. Şəlalə Quliyeva müəllimə. Deməli, Şəlalə Quliyeva müəllimə, Zəhra müəllimə buradadılar, amma cavab vermirlər. Tamara müəllimə, buradasınız. Buradayam müəllimə, mən üzr istəyirəm, cavab verə bilmirəm. Elə gedəyim. Yaxşı. Zəkiyə müəllimə cavab versin. 19-cu əsrin ortalarında Fransada rəngkarlıq sahəsində meydana çıxmış və sonraları bütün dünyaya yayılmış üslub. 19-cu əsrin ortaları müəllimə. Bəli. İmpressionizm. Aha, Aysel Qarayeva müəllimə, antik və intibah incəsənətinin təqlidi. Aysel Qarayeva.
Aytaz Zeynalova müəllimə. Mənimə yadıma düşdü, mən neoklasizm. Fikirləşirdim, neoklasizm. Aytaz Zeynalova müəllimə cavab versin. Klasizm. Yox, Anti və klasizm. intiba incəsənətinin təqlidi. Bəsti müəllimə. Akademizm müəllimə. Bəli. Klasizm ya da Akademizm. Akademizm ya da bu Akademizm, deyil. bir dənə Akademizmdir. demədiniz də Vəssalam. Antik və intiba incəsənət. incəsənətinin təqlidi. Deməli, Şeylərini demədiniz, deyil. Bəsti müəllimə 1870-80-ci illərdə Fransada yaranmış və 19-20-ci əsrdə daha çox inkişaf etmiş üslub. Hansındaydı? İl hansındaydı 1870-80-ci illər? 70-80. S. Surrealizm. Günel Ağarzadə müəllimə. Simbolizm edirsə. Mən də bilmədim bunu. Günel Quliyeva müəllimə. Simbolizm edir mənə. Bəli, biz nə demişdik? 1870-80-ci illərdə Fransada yaranmış S-lar var idi, 80. Deməli, əsərlərində əsas motivlər bu obrazlar idi. Şəhər mənzərəsinin fonunda dağıntılar, ölüm, xəstəlik, faciə, dərin kədər idi. Lalə Oruzova müəllimə. Ekspresyonizm. Ekspresyonizm dediniz. Ekspresyonizm mənim. Deməli, Nuranə müəllimə cavab versin. İşıq və hərəkətin köməyi ilə sənət əsəri yaratmağın mümkünlüyü barədə Kinetizm müəllimə, kinetizm. Aha. Rəna Məmmədova 1-ci Dünya müharibəsindən sonra Almaniya və Avstraliya xüsusilə geniş yayılmışdı. Ekspresyonizm. Aha. Şəlalə Quliyeva müəllimə, buradasınız. Bayaqları əl qaldırın. Tamam müəllimə, bəli, uşağı aparmışdım qoymağa. Üzrü son yəqin deyilsiz, eşitməmişəm. Aha. Formaların ciddilik, həndəsəlik, lakoniklik və zahiri görünüşü əzəmətli ilə seçilir. Konstruktivizm. Aha. Tamara müəllimə cavab verə bilmir. Zəhra müəllimə, buradasınız. Bəli, müəllimə. Hamı tərəfindən qəbul edilmiş qaydaların, dəyərlərin, ənənələrin və qanunların inkar edilməsi. Nonkonformizm. Aha. Nonkonformizm. Deməli, Zəkiyə müəllimə, müharibəyə etirazın ifadəsi kimi meydana gəlmiş hansı idi? Ekspresyonizm. Aha, Aysel Qarayeva müəllimə cavab versin. Bədii obrazın əsasını kompozisiyanın deyil, konstruksiyanın təşkil etdiyi avangard üslub. Mənimə konstruktivizm idi. Bəli, Aytaz müəllimə, hərəkət edən obyektlərin geniş tətbiqi ilə əlaqəli cərəyan. Kinetizm. Bəsti müəllimə, 20-ci əsrin 20-30-cu illərində inkişaf etmiş cərəyan. Surrealizm. Günel müəllimə cavab versin. Ağarzadə. Konstruktivizm. Bəli, konstruktivizm. Günel Quliyeva müəllimə 1-ci Dünya müharibəsinin dəhşətindən mənəvi sıxıntı keçirən rəssamlar əsərlərində bilərəkdən öz hisslərini ifadə edirdilər. Ekspresyonizm. Bəli, Lalə Orucova müəllimə cavab versin. Negativizm anlayışının sinonimi. Nonkonformizm. Bəli, Nuranə Şəmsəddinova müəllimə. Müasir incəsənətdə formanın hərəkəti ideyasına əsaslanır. Kinetizm müəllimə. Bəli, cavab versin. Rəna müəllimə, fransız mənşəlidir, tərcümədə irəli və mühafizə mənasını verən iki sözdən ibarətdir. Avangardizm. Avangard, bəli. Cavab versin. Şəlalə Quliyeva müəllimə, 20-ci əsrin əvvəllərində Avropa incəsənətində bədii cərəyan. Kubizm. 20-ci əsrin əvvəllərində incəsənətdə bədii Avropa incəsənətində bədii cərəyan. 20-ci əsrin əvvəllərində. Avropa Bilmədim, incəsənətində adıma düşmədi. Zəhra müəllimə. Bilmirəm, müəllimə. Zəkiyə müəllimə. Ekspresyonizm. Bəli, Aytaz Quliyeva müəllimə cavab, Aytaz Quliyeva, Aysel Quliyeva müəllimə 19-20-ci əsrlərdə dünyada ən əsas Avropa incəsənətinə yaranmış cərəyanları ümumiləşdirilmiş adı. Məndən soruşursunuz. Bəli. Avangardizm. Bəli. Hər kəs yəqin ki hansı müəllimdən sonra gələcəyini bilir də. Bunu yadda saxlayın. Rəssamlar, Aytaz müəllimə cavab versin. Rəssamlar naturların əsasında sadə həndəsi formaların durduğu fikir əsas götürürdülər. Kubizm. Bəli, klassik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunur.
Bəsti müəllimə. Müəllimi eşitmədim bir də. Bəsti müəllimə klassik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunur. İntibah. Günel Ağarzayeva. Avangard. Günel Quliyeva müəllimə. Modern. Modernizm. Modernizm. Bəli, Lalə Orucova müəllimə. Rəssamlar təsviri sənətinin növlərinin reallığın təsvir əlamətlərini imtina etmişlər. Bilmədim ay müəllimə. Ən sadə sual. Rəssamlar təsviri sənətinin növlərində reallığın təsvir əlamətlərinə imtina etmişlər. Nurani müəllimə, buyurun. Müəllimə reallıqdan sürrealizm idi. Səhv etmirəmsə. Hasbinallah. Abstraksionizm. Abstraksionizmdir. Qəribəliklə, ağla ziddiliklə seçilir sürrealizm. Reallıqdan imtina olacaq abstrakt. Rəna müəllimə cavab versin. Klassik incəsənətin böhran keçirməsi nəyin yaranmasını şərtləndirdi? Kubizmin yaranmasını. Bəli, Şəlalə müəllimə. Deməli, 19-cu əsr təsvir sənətində formalist cərəyan hansı idi? Abstraksionizm. Bəli. Hasbinallah. Alo, eşidirsiniz? Bəli. Bəli, müəllimə. Aha, deməli, zəng gəldi, adam qarışdı. Harda idim mən? Kimdə idi? Tamara müəllimə yox, Zəhra müəllimədə idi deyəsəm. Deməli, 19-cu əsrin ikinci yarısı 20-ci yüzilliyin ortalarında incəsənətdə mövzusu olan bədii cərəyanların məcmusu. Avangardizm. Bədii cərəyanların məcmusu deyəndə, ümumiyyətlə Zəhra müəllimə, eşidirsiniz məni? Siz Müəllimə. cərəyanların izahına baxmısınız? İzah Xeyr müəllimə. baxmamısınız. Ona görə ki, siz əziyyət çəkirsiniz, yəni bu cavablandırmaqda. Görürəm ki, qarışdırırsınız. Eyni zamanda Günel müəllimə də qarışdırır. Yəni aləm qarışıb bir-birinə. Bilirsiniz ki, bu cərəyanlardan hər il mütləq sual düşür. Uyğunlaşdırma düşə bilər, bir neçə sual soruşa bilərlər bir yerdə. Yəni bunlara xüsusilə diqqət edin. Zəkiyə müəllimə, buyurun. 20-ci əsrin əvvəllərində ilk nəhəng formalist cərəyan. İlk nəhəng formalist cərəyan kubizm. Bayaqki sualı da deyim müəllimə. 19-cu əsrin ikinci yarısı 20-ci əsrin cərəyanların məcmusu Bəli, bəli. modernizm. Modernizmdir. Məcmu deyəndə modernizmlə söhbət gedir. Deməli, hərəkatın özü müxtəlif olsa da, ümumi məqsəd şuuraltı yaradıcı qüvvənin azadlığı və ağıl üzərində üstünlüyündən ibarət idi. Aysel Qarayeva müəllimə, buyurun. Sürrealizm. Bəli, Ayşə Məmmədli cavab versin. Yeni texnologiyalara maraq və dekorativ tətbiq sənətin çiçəklənməsi. Ayşə Məmmədli. Modernizm. Axşam xeyir. Axşamınız xeyir. Modernizm deyil. Aytaz müəllimə. Model. Modelin. Bəsti müəllimə cavab versin. Qəribəliyə, ağla ziddiliyi ümumi qəbul olunmuş standartlara uyğunsuzluğu ilə xarakterizə olunur. Qəribəlik, ağlazillik bu sürrealizmdə var idi da bu qəribə. Bəli, Günel müəllimə cavab versin. Onun fərqləndirən xüsusiyyətlər düz xətt və təbii xəttlərin xeyrinə bucaqlardan imtina edilməsi. Uzaqlardan imtina edilməsi. Kubizm, yox, bucaqlar. Müəllimə, siz də dinləməmisiz izahı. Mən dinləmişəm və yadımdan çıxıb yerə də. O necə yaddan çıxa bilər? Nə vaxt dinləmisiniz ki? O qədər mənim qarışdırmışam bu dəqiqə beynimdə hər şey. Bilmirəm nəyə baxım, oradan ona keçirəm, buradan buna bütün qarışdırmışam beynimdə hər şey. Oxuyursunuz, izləyirsiniz, amma test edirsinizmi? Bir daha mənə onu deyin. Yəni bu son zamanlarda Hamısını da eləmişəm, 9-dan da eləmişəm, 8-dən də 6-dan, hamısını eləyirəm, bütün siniflərdən qarışıb. baxın, eləyirsiniz. Çıxan səhvləri nə edirsiniz? Elə qalır. Baxırsınız ümumiyyətlə etdiyiniz səhvlərə. Baxıram, təzədən girirəm, səhvlərimə baxıram, yenidən baxıram, harda səhv eləmişəm, olan cavablarına da kitabdan axtarıb tapıram. Mütləq. Nə bilim, sonda niyə bu tormuzlanma baş verir, mən anlamıram. Sona yaxın hamı bülbül gülü ötməlidir də, yəni belə hardan desən oradan, yəni çaşma olmamalıdır əslində. Günel Quliyeva müəllimə cavab versin. İşıq kölgə və xətti perspektivdən imtina edilməsi ilə formanın sadələşdirilməsi səciyyəvidir. Bu fovizmdir. Ondan qabaqçı desə modern idi. Moderndir, bəli.
bucaqlardan imtina edilmək demişdik ki, nə idi? Bucaq, modern Modern idi bu. mebellər. Bəli. Amma bu fovizmdir məncə. Bəli, Hə? bəli. Belədir. Bu sonuncu, yəni işıq kölgə və xətti perspektinə imtina edilməsi, formanın sadələşdirilməsi favizmdir. Lalə Orucova müəllimə cavab versin. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində incəsənətdə antik və intibat dövrünün nailiyyətlərinə maraq oyadan cərəyan. Lalə Orucova müəllimə. Mən maraq neoklasizmdir də, maraq oyadan, neoklasizm deyildi. Bəli. Sonra Nuranə müəllimə cavab versin. Məkanın, həcmin və bütövlükdə rəsmin kəskin ünləşdirilməsi. Fovizm müəllimə. Necə? Fovizm. Fovizm, bəli. Cavab versin Rəna müəllimə. Qeyri-peşəkarların yaxud peşəkarların stilizə olunduğu rəngkarlıq üslubu. Primitivizm. Simvolizm. Bəli, bəli, primitivizm. Bəli, müəllimə. Hə. Şəlalə müəllimə cavab versin. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində təsviri sənətdə formanın bilərəkdən uşaq yaradıcılığı yaxud ibtidai dövr rəsmləri kimi sadələşdirilməsi. Primitivizm. Bəli. Zəkiyə müəllimə. Deməli, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində fransız rəngkarlığında yaranmış cərəyan rəsmin kəskin ünləşdirilməsi hansı idi? Fovizm. Bəli. Aysel Quliyeva müəllimə. Aydın plastik formalara maraq oyadan cərəyan hansı oldu? Neoklasizm. Bəli, Ayşən Məmmədli. Bütün qəribə fantastik bədii hətta deyil əslində. Kitablarda mövcud olan nə adlandırırdılar? Ayşən Məmmədli. Müəllimə, yadımın çıxdı bir an. Ay, kitablarda olanlar. Aytaz müəllimə. Buyurun. Romantizm. Bəli, Bəsti müəllimə cavab versin. Bu üslubun ən xarakter cəhətləri möhtəşəmlik, zəriflik, dəbdəbə, qüdrət və hərbi gücün təcəssümü üçün antik incəsənətə müraciət olunmaz. Amper. Amper. Günel Ağarzayeva müəllimə cavab versin. Bu cərəyanın üçün güclü ehtiraslar, insan xarakterinin təsviri, mənəvi yaradıcılıq həyatdakı dəyər. Bəli, Günel Quliyeva müəllimə. Klassizm inkişafında sonuncu mərhələ. Amper. Bəli, Lalə Orucova müəllimə. Hansı üslubun rəssamların antikliyi ən yüksək nailiyyət hesab edir? Onu incəsənətdə etalona çevirərək təqlid etməyə can atırdılar. Lalə Orucova müəllimə. Unuttum, vaxt getməz. Ay Allah, sənə qurban olum ya. Mən deyim müəllimədən sonra məndən vaxt getməsin klassizm. Bəli, Rəna müəllimə 19-cu əsrin əvvəllərində. Müəllimə yox, klassizm deyil axı. Müəllimə etalona çevirən klassizm. Klassizm idi axı müəllimə. Antikliyi ən yüksək hesab edir, onu incəsənətdə etalona çevirib təqlid etməyə can atırdılar. Akademizmin qaydasını elimdə get. Antikliyi ən yüksək nailiyyət hesab edir, onu incəsənətdə etalona çevirərək təqlid etməyə can atırdılar. Klassizmdir. Deməli, Rəna müəllimə 19-cu əsrin əvvəllərində Napoleon Bonaparte'ın 1-ci imperiyası dövründə Fransada meydana gəlmiş üslub hansıydı? Ampir. Şəlalə müəllimə 19-20-ci əsr 17-19-cu əsrlərdə Avropa, Qərbi Avropa incəsənəti antik dövrə ideal kimi müraciət edən bədii üslub. Klassizm. Bəli. Bəli. Deməli, bu üslublar barədə test idi. Təəssüflər olsun ki, yenə də buradan qırılmalar var. Müəllimlərin çoxu bilmir. Mən başa düşmürəm niyə belə olur. İnşallah ki, bunu testə ayıra bilərsiniz. İnşallah. Miniatürlərdən necə sual-cavab? Miniatürçü rəssamları. Onda Aytaz müəllimə buradan başlayaq. Aysel müəllimə. Cavab versin. Sultan Süleyman əsər. Sultan Süleyman nədir? Sultan Məhəmməd. Sultan Məhəmməd əsərlərini sayaq. Aysel Qarayeva müəllimə. Sultan Məhəmməd Nizaməddin əsərlərində deməli birinci burada Teymurazın saray əhli, Məhəmməd Peyğəmbərin mehracı, yatmış Rüstəm, bir də mütaliə edən şahzadə hesab etmirəmsə, bir də Təhmiraz stillərə qalib gəlir. Bəli. Deməli o Nizaminin Xəmsəsini hansı əsər çəkmişdi? Hə.
Nizamiye Xəmsəsinə çəkmişdik. Nizamiye Xəmsəsinə Məhəmməd Peyğəmbərin Mehracıdır. Fidosinin isə Keymurazın saray əhli yatmışdı üstə. Əla. Ayşə müəllimə cavab versin. Sadiq bəy Əfşarın əsərlərini sayaq. Ayşə Məmmədli. Sadiq bəy Əfşarın əsərləri. Mən bu gün cavab verməyəm, necə dinləyici kimi. Sizdən dərs soruşmayaq o zaman, eləmi? Bəli, müəllimə. Okay. Aytaz Zeynalova müəllimə, buyurun. Aytaz müəllimə. Sadiq bəy Əfşar. Bəsli müəllimə, buyurun, siz sayın. Sadiq bəy Əfşarın əsərləri. Deməli, Əmir, Teymurxan Türkmən, Simurqun Körpəzalı Qaftağın aparması, ondan sonra Taliyedən Şəhzadə, yox, o Sultan neydi? Sonra bir dənə Qızılgüllə Şəhzadə var idi orada. Yox, nə Günlərlə ala. portret Yox. Bu Sadiq bəy Əfşarın əsərlərini deyirəm. Kim sayacaq? Düz, düppədüz Müəllim, mən sayım. qarışdırırsınız. Günel Ağazariyeva, görək sıra ilə gələk. Mən Teymurxan Türkmən, Simurqun Körpəzalı Qaftağın aparması, Şəhnamə var idi onda. Sonra mənim var idi Əmir, Səyahət edən Dərviş. İmamqulu xan, Teymur xan. Bəli, bəs bu əsərlər harda saxlanılır? Hansı ki, İmamqulu xan, Teymur xan Türkmən, Əmir, Səyahət edən Dərviş. Sankt-Peterburqda. Bəli, o muzeydə saxlanılır. İstanbul, Paris və Boston Sankt-Peterburq muzeyində saxlanılır. Baxın, indi bəzi əsərlərin orada altında yazır, o yox, amma bir də mətnin içərisində verirlər. O ola bilər ki, düşsün. Sonra cavab versin Günel Quliyeva müəllimə. Bu İncəsənət Akademiyası adlanan kitabxanaya kimlər rəhbərlik eləmişdi? Müxtəlif illərdə. Deməli, birinci Kəmaləddin Behzad olub, 15-ci əsrdə. Sonra gəlir Sultan Məhəmməd, 16-17-ci əsr, 15-16-cı əsrlər. 16-cı əsrdə Müzəffər Əli olmayıb, Sadiq bəy Əfşar olub, 16-17-ci əsrlərdə. Sadiq bəy 3 bər olub da. Bəli. Əla. Deməli, nə kimi yenilik eləyib bizim bu Sadiq bəy Əfşar miniatürlərdə müəllimə? Deməli, perspektiva yaradıb, yəni real təsvirlər yaradıb, real portret təsvirlər yaradıb, perspektiv qaydalarını göstərib, azdan çoxda. Kimin yanında neçə il ərzində təhsil alıb, nə öyrənib bu? Müzəffər Əlinin yanında 8 il təhsil alıb. Bəli, baxın, yəni sual düşmüşdü də sertifikasiya imtahanına ki, Sadiq bəy Əfşar haqqında yanlış verilən variantı tapın. Və oradan da hər bir cümlədə variantları da vermişdilər. Bu mətnin içərisindən bir şey vermişdilər. Yəni o şeylərə diqqət eləyəcəksiniz. Sonra bu Müzəffər Əli miniatürlərdə necə Deyim mən danışım. Bəli. Bayaq üzürlü sayın ata bilmədim. Əsərlərini falan. Müzəffər Əlini deyim mən. Bəli. Deməli, Müzəffər Əli Yusif Quyudan çıxır. Gənc şəhzadə güllərlə portreti, Leyli və Məcnun poemasına çəkilmiş miniatür, Qırsüsün sarayının divar rəsmləri. Bunlar onun əsərləridir. Behzadın emalatxanasında təhsil alıb. Başqa nə bilmirəm. Aha, yəni o yəni məişət janrına çəkdiyi təsvirlər necə hansı geyimdə təsvir olunurdu Müzəffər Əlinin? Sadə gündəlik insanların həyat tərzini çəkildi. Bir də saray əyanları idi səhv eləmirəmsə. Yəni belə təsvirlərin süjetini nə təşkil edirdi? Məişət, sadə günlük məişət təsvirləri, belə bir şey. Bayram, saray əyləncəsi, klassik. Bayram və saray əyləncələri. Ola bilər qarşıdırmışam. Aha. Və bir də Günel Quliyeva müəllimə sual verim ki, bu təsviri sənətdə məişət janrının inkişafı hansı mərhələlərdən keçib? Götürüb bir dənə sualı belə saldılar görək. Onda nə olacaq? Deməli, məişət janrı deməli 14-cü əsrdə yaranıb, deməli orta əsrlərdə yaranıb.
sonra 16-17-ci əsrdə inkişaf edib. Sonra 18-ci əsrdə deməli Barbizon, Fransa Barbizon sənətində deməli onların xüsusi öz məişət janrı var idi. Sonra 19-20-ci əsrlərdə artıq öz xüsusi bir istiqamətdə inkişaf edib. Bu Onu deyirdiniz əsrlərdə. müəllimə? Bəli, bu hansı ki, yox, 8-ci sinifdə Renoir dərsində idi ya, məişət janrının inkişaf mərhələləri, dövrləri idi. Burada 7-ci sinifdə verilib. Düşünün və izah edin yerində. Təsviri sənətdə məişət janrının inkişafı hansı mərhələlərdən keçib? Birinci necə olub, harda təsvir olunub, sonra hara gəlib? Bunu soruşuram. Qayaüstü rəsm hansı ki, dedim buradan da oxuyun, ola bilər düşsün. Qayaüstü rəsmdən Qayaüstü rəsmlər, sonra məişət janrı, sonra hardadır? Bir şeydə Yunanların amfora yəni adları ardı-ardı üzərində var gəlib. idi. Birinci qayaüstü rəsm, sonra divar rəsmi oldu. Rəsmləri, Misirdə divar rəsmi, sonra sonra qədim Yunanistanın vazası idi Almaniya və sujetli xalça Azərbaycan. Deməli, qayaüstüdən ta sujetli xalçaya qədər ardıcıllıq olmaz. mütləq lazımdır müəllimə. Bəli, Ardıcıllıq ardıcıllıq. mütləq lazımdır. Bəli, ardıcıllıq mütləq lazımdır. Yəni götürüb birinci orada hələ ardıcıllığı soruşa bilərlər hələ sizdən. Hamısını verə Müəllimə bilərlər. zəhmət olmasa ardıcıllıq bir də deyərdiniz. Səhifə 29-a baxın, 7-ci sinifdə 29-a baxarsınız. Orada düşünün və izah edin. Yəni deyim müəllimə, əslində yəni bu müəllimlər üçün deyirəm, yəni çətin olmayacaq da. Birinci ibtidai dövrdə insanlar harda şəkil çəkirdi? Bəli. Daşda, qayada. Bəli. Sonra nə etdilər? Divarda çəkdilər. Ondan sonra gəldi vazalar filan. Sonra da ən axırda xalçalar. Xalçalar, sujetli xalçalar. Bəli. Sujetli xalça deyəndə hələ nədən gedir söylə? Ümumiyyətlə sujetli əsərlərin tərkibinə nə daxil idi? Məişət, animalistika, sonra nələr? Ümumiyyətlə sujetli əsərlər hansıları idi? Kim deyəcək? Şəlalə müəllimə. Mitoloji, batal, tarixi, məişət, animalistika. Əla. Tarih savahlığının yaradıcılığında inkişaf edib. Aha, ən çox sujetli əsərlərin yaradıcısı kimi daxil olub. Deməli, belə sual verim. Hansı rəssamdır? Ümumi sual verirəm. Ad çəkmirəm, görək kim cavab vermək istəyir. O heç vaxt deyir, aydın forma problemləri ilə məşğul olmayıb. Onu bədii formaları xatırladan obrazlar maraqlandırırdı. Qədim daşlar, dağ mağaraları, insan vücudu və s. Bu hansı rəssam idi? Bu kim idi? Aysil Qarayeva müəllimə. Yəni Henry Moore bu. Bəli. Bəli. Növbəti sualımız. O müxtəlif istiqamətlərdə hansı ekspresionizm, surrealizm, abstrakt, kubizm fəaliyyət göstərsə də öz əsərlərini demək olar ki, öz tərzinə, bu və ya digər cəryanın prinsiplərinə ciddi əməl etmədən çəkirdi. Kim idi bu müəllimə? Kim bilirsə qaldırsın əli. Afət Hüseynova müəllimə. Afət müəllimə. Yeni qoşulmuşsunuz, ona görə dedim. Getdi. Hə, olsun, eybi yox. Cavab versin Zəkiyə müəllimə. Paul Kelly. Bəli, ümumi sual. O müxtəlif istiqamətlə, yox, belə sual verim. Rəssamın sözlərinə görə onun bütün abstrakt əsərlər 3 qrupa bölünür. Bu hansı rəssam idi? Nuranə müəllimə, buyurun. Müəllimə Vasili Kandiskidir. 3 qrupa bölünür. İmprovizya, imperiyasiya, kompozisiya, improvizya daxili, imperiyasiya xarici, kompozisiya da ən ali, ardıcıl olan. Aha. Deməli, İmprovizə xarici deyil. improvizə daxili idi. İmprovizə daxili elə demədiniz mi? Aha. Deməli, hansı rəssamdır ki, o əvvəlki dövr sənətkarlarından ilham almışdı. Rəssam tamamilə yeni müasir və incəsənət üslubu formalaşdırmaq üçün çox qəribə forma və təsvir üsullarından istifadə edirdi. Kim idi bu? Güney Quliyeva müəllimə. Salvador Dali. Əla, bəli. Ümumi sual verirəm ki, Azərbaycan miniatür sənəti tarixində realist üslubu ilə seçilən portret ustası əsərlərində perspektiv qanunlarını tətbiq edən yenilikçi rəssam idi. Afət müəllimə. Bağışlayın, bayaq o sözünə çıxartdı müəllimə. Paul Kelly idi, bayaqki cavabı. Bəli. Nasıl sual vermişdiniz? Hə, Sadıq bəy Əfşar. Əla.
Bəs müəllim 19-cu əsrdə realist rus rəssamlığının ən yüksək nailiyyətləri onun yaradıcılığı ilə bağlıdır. Rəssamın əsərləri nadir tarixi dəyərlərə malikdir, çünki o əsərlərində yaşadığı dövrü baş verən ən kəskin problemlərə Eləyərəm. Allah, bəli. Ümumi sual verirəm ki, təsviri sənət atributları Nantermot əsərində o rəssam peşəsini, yaradıcılıq fəaliyyətini vəsf etmişdi. Bu əsər 18-ci əsrdə Sankt-Peterburq şəhərində Rəssamlar Akademiyası üçün çəkilmişdi. Hansı rəssamdan söhbət gedir? Burada Aysel Qarayeva müəllimə, buyurun. Məmərcan Batistinin Şardan təsviri sənət əsərləri ilə atribut. Təsviri sənət əsərləri ilə atribut. Bəli, Bakı şəhərində doğulmuşdur. Azərbaycan Rəssamlıq Məktəbini, sonra isə Litva Dövlət İncəsənət İnstitutunu bitirmişdi. Rəna müəllimə. Torun Ərmanbəyev. Bəli. Ümumi sual. Hansı rəssam tikmələr üçün çoxlu naxış element rəsmlər çəkib? O, qızılgül, zambaq və digər çiçəklərdən mürəkkəb kompozisiyalar tərtib edib. Belə milli naxışlar nəbati və heyvanat aləminin götürülmüş rəsmlər bülbül, qaranquş, tovuz quşu, qızılgül və nar gülü kimi təşkil olunur. Cavab versin Bəsti müəllimə Quliyeva. Mirzə Qədim Miravani idi də parçalar üçün. Bəli. Tikmələr. Deməli, hansı rəssam idi ki, yaradıcılığında ilk ideal gözəlliyə malik qadın obrazı Sixty Madonnası idi? Günel Ağarzayeva müəllimə. Rafael Santi adı yadımdan çıxdı. Rafael Santi. Ümumi sual. Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalça 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdi. Kim idi bu? Cavab versin bizə Zəkiyə müəllimə. Lətif Kərimov. Bəli, ümumi sual. Onun yaradıcılığının birinci mərhələsi doğma landşaftla bağlı, lakin Avropa avangardının müəyyən ənənələrinin təsiri hiss olunan rəngkarlı nümayəndələrinin yarandığı dövrdür. Bu hansı rəsm? Lalə Oruzova müəllimə, buyurun. Fərhad Xəlilov. Əla, ümumi sual verirəm. Azərbaycan rəssamlarının ötən əsrin 70-ci illərin nəslinin çoxu rəssamın təsiri altında formalaşmışdı. Hansı rəssam idi bu? Güney Quliyeva müəllimə, buyurun. Mircavad Zavadov. Aha, ümumi sual. Onun əsərlərində Polkinin yaradıcılığı hiss olunur. Yaradıcılığın təsiri hiss edilir. Kim idi bu rəssam ki, onun əsərlərində Polkinin yaradıcılığın təsiri hiss edilir? Kim idi bu rəssam? Elgiz müəllim, buyurun. Aygün xanım. Axşamınız xeyirli olsun. Yaxşı olasın inşallah. Famiro müəllim. Bəli, əla. Ümumi sual verirəm ki, bu xalçaçı rəssam əsərlərində Avropa mədəniyyətinin də təsiri duyulur. Cavab versin bizə Nuranə müəllimə. Müəllimə Eldar Mikazzadə. Bəli. Xalçadan söz düşmüşkən belə sual verim ki, həndəs formalı göllər, 8 güşəli göl, 6 bucaqlı göl, medalyon göllər hansı xalçadaydı onları mənə kim deyəcək? Afət müəllimə, buyurun. Deməli, 8 güşəli göl Quba xalçasındadır. Həndəsi formalı göl Bakıdadır. 6 bucaqlı göllər çox qatlı aşarlı mətbuğu, bu da Qazax Gəncədədir. Bir də hansı qaldı? Medalyon dediniz də səxləmirəmsə. Medalyon göllər. O da Təbriz. Yox, orada medalyon göl yox idi. Medalyon Sumaq. Sumaqdadır, bəli. Əla. Bəs mənə kim deyəcək ki, bitki motivləri, sadəcə bitki motivlərinə xarakteriz olunur, bitki və heyvan motivləri, bir də bitki və məişət motivləri hansındaydı, hansı xalçalardaydı? Rəna müəllimə, buyurun. Bitki və məişət Təbrizdə idi. Bitki və heyvan Rəbədil Qubadaydı. Bitki, məişət insan Şirvandaydı. Yox. Sonra Müəllimə, yox. Silyan. Yox. Kim cavab verəcək? Mən deyim. Hə, de. Quba xalçası müəllim bitki motivli idi. Bitki məişət motivli olan Təbriz idi. Heyvan bitki olan Sumaq idi. Bəli.
İkinci müəllim Şilyan xalçası idi isti. İnsan, quş, məişət təsvirləri o artıq Şilyan olacaq. Orada bitki yox idi Şilyanda. Bəli. Deməli kim əsərləri yaxşı bilir, rəssamların əsərlərindən sual vermək istəyirəm, əlini qaldırsın. Kimlər cavab vermək istəyir? Aysel Qarayeva müəllimə. Əyləşmiş qadın kimin əsəridir? Pablo Picasso. Bağda əyləşmiş... Yox, düzgün deyil axı. Bəsli müəllimə cavab versin. Əyləşmiş qadın. Mən yadıma düşdü. Əyləşmiş qadın. Deməli, bəsli müəllim. O bağda əyləşmiş qadın. Bəli, deməli, bağda əyləşmiş qadın Picasso, əyləşmiş qadın Alberto. Bəs sadəcə qadın hansı idi? Kimlərin əsərləri vardı qadın adında? Miro da var idi qadın. Bir də Alberto da var idi. Giacometti də bəli. Dua edən qadın kimin əsəridir? Dua edən qadın. Kim cavab verəcək dua edən qadın? Fərhad Fərlov mən. Güney Quliyeva müəllimə. Türkan müəllimə. Fazil Nəcəfov. Bəli, Türkan müəllimə cavab versin. Bəli. Xəmliyəyən qadın Türkan müəllimə. Türkan müəllimə. Mənim axşamınız xeyir, yadına çıxdı mənim o. Axşamınız xeyir. Güney Quliyeva müəllimə. Xəmliyəyən qadın. Mən deyim. Bəli. Vəçə Səmədova. Aha. Örtüşlü qadın. Örtüşü Rafael Santin. Aha. Boğazı kəsilmiş qadın. Giacometti. Əlində meyvə tutmuş qadın. Gauguin. Şlyapalı qadın. Andre Matisse. Azad qadın. Fuad Abdurrahmanov. Ağlayan qadın. Picasso. Çəmənlikdə qaçan iki qadın. Deməli Picasso da o da. Bəli. Qaşıq qadın. Giacometti. Dağlı qadın. Nadir Abdurrahmanov. Bəli. Nadir Abdurrahmanov. Əla. Əla. Deməli, cavab versin, sonra ümumi belə sual verirəm. Ümumi sual verirəm. Deməli, onun əsərlərinin təsiri bütün hüdudları aşaraq dəb, mebel və interior dizaynı istiqamətləndirmiş və əxlaq fəlsəfəsi inkişafının öz əksini tapmışdı. Şəlalə Quliyeva müəllimə buyurun. Jacques-Louis David. Bəli, ümumi sual verirəm. Rəssam əsərlərində erkən dövrə əsərlər, deməli, rəssamın erkən dövrə aid əsərləri kompozisiyanın klassik quruluşu, incə rəng duyumu, aydın və işıqlı kloritin harmoniyası ilə fərqlənir. Afət müəllimə buyurun. Dominik Engel. Əla, ümumi sual. Nə xətlər, nə də formalar mövzusudur. Yalnız ziddiyyətlər var. Bu ziddiyyətlər qara və ağ deyil, rəng duyumu ilə əmələ gəlir. Bu kimin müdrik sözləri idi? Rəna müəllimə buyurun. Paul Cézanne. Bəli. Hansı rəssamdır ki, ümumi sual verirəm, o müxtəlif və qeyri-adi ştrix növlərindən istifadə edərək karandaşla çox gözəl rəsmlər çəkirdi. Şəlalə Quliyeva müəllimə buyurun. Engel. Yox. Elgiz müəllim. Elgiz. Van Gogh müəllim. Van Gogh idi, bəli. Ümumi sual, o mənzərələri, portretləri, müxtəlif həyat sujetlər çəkirdi, lakin onun yaradıcılıq prinsipləri natrimotlarda daha dolğun əks olunurdu. Kim idi bu? Seçiyə müəllimə. Paul Cézanne. Bəli, Paul Cézanne. Deməli, hansı rəssamdır ki, o uşaqlığını Bakının bazarlarında, meydanlarında heyvan döyüşdürənləri, satıcıları, milli geyimi və geyimli qadın və kişiləri çəkirdi? Nuranə müəllimə. Elbəy müəllimə Rızaquluyev. Əlbəy Rızaquluyev, Ələkbər Rızaquluyev, bəli. Ümumi sual verirəm yenə də. O, dəniz, torpaq, səma rəssamın tablolarında yüksək əhəmiyyət kəsb edir, deyir. Təbiət onun əsərlərində rəssamın qeyri-adi poetik hissi ilə vəhsə gəlir. Adi həyatın mənasını aça bilmədiyi sirləri özündə qoruyur. Bu kim idi? Alo. Hansı deməli? Müəllimə mənə verirsiniz sualı. Bəli, buyurun. Müəllimə Fərhad Xəlilov. Əla, bəli.
Ümumi sual verirəm ki, onun əsərlərində ikili obrazlardan istehsalı səhnələr, optik illüziya, qeyri-adi mənzərə və dərin simvolizmdən ilə seçilir. Deməli, Günel Ağarzayeva. Mircəvat. Aa, Yo, sertifikasiya sualı. bəli, Rəna müəllimə cavab versin. Salvador Dali. Bəli. Ümumi sual verirəm ki, sənətkarın bilavasitə xidməti heykəlləri simli və spiralvari tökmə üsulunun kəşfindən, formaların qeyri-adi materialın olması və şəffaflıq effektindən ibarət idi. Cavab kim verəcək? Bəsti müəllimə, buyurun. Namqabo. Bəli. Afət müəllimə cavab versin. O müxtəlif həndəsi formaların birləşməsindən tamamilə yeni və qeyri-adi sənət əsərləri yaradırdı. Kim idi bu? Nə bilim, mənim kimsə gəlmir ağlıma. O müxtəlif həndəsi formaların birləşməsindən tamamilə yeni və qeyri-adi sənət əsəri yaradırdı. Həndəsi Aysel Qarayeva müəllimə. Mənim Namqabodur. Yo, Ayşə Məmmədli cavab versin. Ayşə Məmmədli cavab verə bilməyəcək. Aytac Zeynalova müəllimə. Aysel Qarayeva müəllimə. Arxa fon səslərini istəyirsiniz. Mən sualı bir də təkrarlaya bilərsiniz, zəhmət O olmasa. müxtəlif həndəsi formaların birləşməsində tamamilə yeni və qeyri-adi sənət əsərləri yaradırdı. Ay müəllimə, üzrlü sual indi gəldi. Nə deyim? Picasso. Picasso, bəli. Bəsti müəllimə cavab versin. Rəssamın özünün poetik surrealizm variantını yaratmağa qadir oldu. Rəssam özünün poetik surrealizm variantını yaratmağa qadir oldu. Kim idi bu rəssam? Miroydu o. Bəli. Elgis Mehdiyev cavab versin. Həyat və yaradıcılıq Barselona ilə ayrılmaz bağı olan surrealizm. Bəli. Günel Ağarzayeva müəllimə cavab versin. Onun istedadını formalaşdıran müxtəlif dövrlərin rəssamlarına təsir göstərmişdi. O şərqin dərin fəlsəfi düşüncəsi və təmtəraqlı şux boyaları rəngçalığa gətirmişdi. Günel müəllim. Kim idi? Yenə bunu qarışdırdınız. Hansı ki biz də əvvəldə nə demişdik? Demişdik ki, şux boy, şərqin dərin fəlsəfi düşüncəsi və təmtəraqlı şux boyaları. Baxın, görürsünüz. Qəribə bir şeydir ki, artıq siz bu cür öyrənmişsiniz və belə də davam edirsiniz və dəyişdirməyi də düşünmürsünüz. Hansı ki, dəyişdirmək sizin özünüzdən asılıdır. Çünki siz bunu əvvəlki biliklərlə indiki biliklər arasında bir körpü quraraq yadınızda saxlaya bilərsiniz. Əlaqələndirmədən, uyğunlaşdırmadan bir şeyi uzun müddətli yadda saxlaya bilməyəcəksiniz. Sadəcə 2 gündən ibarət olacaq sizin oxuduğunuz. Oxuyandan sonra 2 gün yadda saxlayacaqsınız. Ondan sonra çıxacaq yaddan. Ta ki siz onu inteqrasiya etməsəz, köhnə biliklər arasında əlaqə qurmasaz, yadınızdan çıxacaq. Ona görə mütləq şəkildə öyrənmənin bir yolunu tapın. Özünüz üçün daha rahat olan o metakognitiv bilikdə deyirlər. İnsan özü üçün strategiya qurmalıdır ki, mən bunu necə öyrənə bilərəm? Mənim öyrənmə tərzim necədir? Deməli, cavab versin Günel Quliyeva müəllimə cavab versin. Həcm və materiallar vasitəsilə o növbəti əsərlərdə yenilik etmək istədiyi çoxlu sayda bənzərsiz plastik kompozisiyalar kəşf edir. Bu hansı rəssam idi? Həcm və materiallar... Plastik kompozisiya. Bəli, həcm və materiallar vasitəsilə o növbəti əsərlərində yenilik etmək istəyir, çoxlu sayda bənzərsiz plastik kompozisiyalar kəşf edir. Kompozisiyalar. Picasso idi. Nuranə müəllimə cavab versin. Dizgi. Qabodur, mən tam bilmədim. Ramidə müəllimə cavab versin. Müəllimə Giacomettidir. Rəna müəllimə. Mən də Giacometti bilirəm. Şəlalə Quliyeva. Türkan Juan Miro. Bəli, Juan Miro olacaq. Bu ki, həcm və materiallar vasitəsilə o növbəti əsərlərində yenilik etmək istəyir, çoxlu sayda bənzərsiz plastik kompozisiyalar kəşf edirlər. Cavab versin Türkan Xudatova müəllimə. 20-ci əsrin ikinci yarısında onun yaradıcılığında tarixi şəxsiyyətlər, Əcəmi Naxçıvani, İmadəddin Nəsimi, Şah İsmail Xətai, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyevin obrazları heykəltaraşlığımızın incisi hesab olunurdu. Bu rəssam kim idi?
Mülayim Qasımov idi. Zəkiyə müəllimə cavab versin. Zəkiyə müəllimə, Aytaz İbrahim Zeynalov. Bəli, bəli, İbrahim Zeynalov, Aysel Qarayeva müəllimə. O qravürlərə maraq göstərdi və şüşə üzərində iynə ilə təsvir etmənin orijinal texnikasını icad Bəli, Aytaz Zeynalova müəllimə, o yaradıcılığında heykəlləri öz dinamikliyi ilə daim diqqət cəlb edir, onun xarakterinə xas olan cəsurluq, nikbinliyi və mənəvi məsuliyyət sənətkarın yaradıcılığında xüsusi obrazın bədii ifadəsinə təcəssüm olunur. Xüsusən də obrazların bədii ifadəsinə təcəssüm olunur. Kimdir bu? Fuad Əbdürrəhmanov. Bəsli müəllimə. İstəyə bilərik. Bəsli müəllimə. Sualı zəhmət olmasa. Onun yaradıcılığında heykəllər öz dinamikliyi ilə daim diqqəti cəlb edir. Onun xarakterinə xas olan cəsurluq, nikbinliyi və mənəvi məsuliyyət sənətkarın yaradıcılığında xüsusən obrazların bədii ifadəsinə təcəssüm olunur. Məncə Tokay idi bu. Elgiz müəllim cavab versin. Renardı müəllim, Renar. Günel Ağarzayev müəllimə cavab Ömərdir müəllim, Ömər. Ömər Eldarov idi. Müəllim, birinci Ömər dedim, sonra nəsə dəyişdim. Yaxşı. Günel Quliyeva müəllimə, insanın psixoloji və emosional həyatına maraq onu digər impressionistlərdən fərqləndirirdi. Günel Quliyeva müəllimə. Bəli, Nuranə müəllimə cavab versin. Onun 1970-80-ci illərdə ərsəyə gətirdiyi istənilən əsərdə gizli məna, emosional coşqunluq özünü büruzə verir. Ramiro müəllimə. Yox. Ramidə müəllimə. Müəllimə, sualı təzən deyə bilərsiniz. Onun 1970-80-ci illərdə ərsəyə gətirdiyi istənilən əsərdə gizli məna, emosional coşqunluq özünü büruzə verirdi. Kim idi? Rəna müəllimə. Rəna müəllimə. Mənim burada səs var idi, eşidə bilmədim. Zəhmət olmasa. Onun 1970-80-ci illərdə ərsəyə gətirdiyi istənilən əsərdə gizli məna, emosional coşqunluq özünü büruzə verirdi. Mircəvi. Şəlalə müəllimə cavab versin. Miro idi müəllimə. Türkan Xudatova müəllimə. Zəkiyə müəllimə. Fazil Nəcəfov. Bəli, Fazil Nəcəfov. Deməli, Aysel Qarayeva müəllimə cavab versin. Onun kompozisiyaya görə yastı və monumental rənginə görə dekorativ və emosional rəsminə görə ümumiləşdirərək stilizə olunmuş əsərlər. Bəli. Aytac Zeynalova müəllimə cavab versin. Ətraf mühiti təsvir edərkən rəssamın müxtəlif emosional və psixoloji çıraqlarını div obrazında görmək mümkündür. Bu, məftun ənənəvi mifologiyada öz əlamətinə görə divlər xeyirxah və qəddar, cəsur və qorxaq olaraq bir mənalı deyil. Kim idi bu? Mircəva. Bəsti Quliyeva müəllimə cavab versin. O, təsviri sənətdə indiyədək rəngin görünməmiş emosional təsirinə, yaxma və cizgilərin dinamikasına, formaların kəskin ifadəliyinə görə ən yüksək zirvəyə çatmış sənətkardır. Ejen Delacroix idi da o yaxmalardan. Elgiz cavab versin. Van Gogh müəllim. Bu Van Gogh idi, bəli. Kloritin ümumi cavab versin Günel Ağarzayeva müəllimə. Deməli, kloritin dolğunluğu jestlərin sadəlik, işıq və kölgənin təzadı onun əsərlərində emosional gərginlik yaradır. Bilmədim. Günel Quliyeva müəllimə. Müəllimə bir də deyim. Kloritin dolğunluğu jestlərin sadəlik, işıq və kölgənin təzadı onun əsərlərində emosional gərginlik yaradır. Kravatçı. Bəli, cavab versin Nuranə müəllimə. Onun monumental tabloru özünə məxsus səmimiyyəti və emosional zərginliyi ilə müasirlərini heyran etmişdi. Onların əksəriyyəti kəskin, tənqidə tuş gəlmişdi. Buna baxmayaraq rəssam romantizm ideyalarına sədaqətini qoruyub saxlaya bilmişdi. Bu kim idi? Ejen Delacroix. Bəli. Ramidə müəllimə cavab versin. Sənətkarın yaratdığı əsərlərdə əsas qəhrəmanlar pambıq yığan kəndli aktrisi və digər qadınlar idi. Rəna müəllimə cavab versin. Rəna müəllimə o mürəkkəb texnikalarda işləyir və geniş material çeşidindən istifadə edildi.
Pastel təbaşirlər, akvarel, yağlı boya, tempera, mürəkkəb və mürəkkəb ilə rəsmlər çəkirdi. Rəsmin həmsini ofortlar işləyirdi. Polkli. Bəli. Arxa fon səslərini eşidirsiniz, hə? Qəşəng bir musiqi səsi gəlir. Deməli, Şəlalə Quliyeva müəllimə, mən bunun ekran görüntüsünü alıram, deyirəm, yəni bura düşəcək, hə, təəssüflər olsun ki. Deməli, yay oldu belədir də, yayda həmişə səs olur. Qışda belədir, evin içinə salırıq. Deməli, Şəlalə Quliyeva müəllimə. Həzin bir musiqi var. Cavab versin inşallah Şəlalə müəllimə. O, Rəngçalıqda öz fərdi tərzini yaratmışdır. Onun yaradıcılığı Avropa mədəniyyət tarixində mürəkkəb keçid dövrünü əks etdirir. Yazmışam da. Türkan Xudatova müəllimə cavab versin. Zəkiyə müəllimə cavab versin. Müəllimə sualı eşidə bilmədim. O, Rəngçalıqda öz fərdi tərzini yaratmışdır. Onun yaradıcılığında Avropa mədəniyyət tarixində mürəkkəb keçid dövrünü əks etdirir. Deyə bilməyəcəm. Ay, ürəyim getdi, ilahi. Aysel Qarayeva müəllimə. Mən Bangkok. Bangkok. Cavab versin Aytaz Məmmədli. Monumental tikililərin formasında incəlik, mürəkkəb, memarlıq quruluşu, bərq vuran ornamentlər, bəzəklər Azərbaycanlı hansı memarın yaradıcılığında deməli 12-ci əsr Azərbaycan mədəniyyətinin çəkilməsi yəni sübutudur? Əcəmi. Bəli, sual verərcəsinə cavab verməyin. Çünki sual, mən soyadımı hər dəfə bir dənə deyirsiniz mən. Deməli, bəsti müəllimə. Yox, əminliklə cavab verin. Bədii, deməli, bəsti müəllimə cavab versin. Onun əsərlərində kompozisiyadakı təsviri və dekorativ bütövlüyə, mənzərə və hadisələrin cərəyan məkanı kimi göstərilməsinə, rəng tirallarının zənginliyinə görə fərqlənirdi. Təkrar edirəm sualı. Onun əsərləri kompozisiyadakı təsviri və dekorativ bütövlüyünə, mənzərə və hadisələrin cərəyan məkanı kimi göstərilməsinə, rəng tirallarının zərifliyinə görə fərqlənirdi. Kim idi bu rəssam? Yadıma gəlmədi ay müəllimə. Elgiz. Aygün. Müəllim, bir də deyə bilərdiniz. Onun əsərlərində heç nə, vaxtımız boş-boşuna getmiş olur. Onun əsərlərində kompozisiyadakı təsviri və dekorativ bütövlüyə, mənzərə və hadisələrin cərəyanı məkanı kimi göstərilməsinə, rəng tirallarının zərifliyinə görə fərqlənirdi. Günel Ağarzayeva müəllimə. Mircələr müəllim. Günel Quliyeva müəllimə. Mən də deyə Bax, bu sualı bilmədim. götürüb qoysalar, hansı ki bu sual bir dənə cümlədir də, yəni sual cümlədir, yəni kitabdan bir cümlədir. Onu da belə heç kim bilməyəcək. Kim bilir bu sualın cavabını vəbşə? Mənim Sadiq bəy Əfşardır. Bəli, Sadiq bəy Əfşar. Cavab versin bizə. Deməli, Zəkiyə müəllimə cavab versin. Rəssam valihedici və qalmaqallı məşhur surrealist geyim, aksesuar və zinət əşyaları nümunələri onun öz əksləri əsasında yaradılmışdır. Salvador Dali. Aha, Aysel Qarayeva müəllimə cavab versin. O son 10 illikdəki öz abstrakt əsərlərlə təkcə müasir incəsənətin dünya cərəyanının tam daxil olmur, o həm də öz yaradıcılığında özünə məxsusluğunu nümayiş etdirməklə davam edir. Fərhad Xəlilovdur. Bəli. Aytaz müəllimə cavab versin. Rəssam poeziya toplularına illüstrasiyalar çəkərkən də maraqlı əsərlər yaradıb. Kim idi bu? Arif Hüseynov. Müasir belə şey olar, poeziya bu. Ay, Bəsti müəllimə cavab versin. Rəssam deməli poeziya toplularına illüstrasiyalar çəkərkən də maraqlı əsərlər yaradıb. Kim idi bu? Qəzənfər Xalqov. Bəsti müəllimə cavab versin. Xuan Miro. Xuan Miro, Bəsti müəllimə, bəli. Yox, kim cavab verir? Bəsti müəllimə deyirəm, gedib Aysel müəllimə cavab verir bir-birinin yerinə. Olmaz axı. Ay, deməli, Elgiz müəllim cavab versin. Rəssam karyerası boyunca müxtəlif rənglərə, forma və materiallara maraq göstərir. O, rəngkarlığa və surrealizmə yenilik və qeyri-adi gətirmək istəyir. Odur ki, qum, daş, sumbata kağızı, viş və Aha, Günel Ağarzayeva müəllimə cavab versin. Memar yaratdığı bir çox tikililərdə Azərbaycan milli memarlıq elementlərindən başqa, həm də şərq forma və motivlərini tətbiq etmişdir. Miçay Hüseynov. Aha, Günel Quliyeva müəllimə cavab versin. Rəssamın Surikov adına
Moskva Dövlət İncəsənət İnstitutunda müdafiə etdiyi növbədən qayıdanlar adlı diplom işi də neft mövzusundadır. Kim idi bu? Tahir Salahov. Və sonuncu sual cavab versin Nuranə müəllimə. Deməli, o öz fərdi qavrama tərzi, dünyaya özünə məxsus baxışı, fərdi ifadə üslubu onun başqalarından fərqləndirirdi. Kim idi bu? Öz fərqli qavrama tərzi, dünyaya özünə məxsus baxışı, fərdi ifadə üslubu onun başqalarından fərqləndirirdi. Salvador Dali. Rəna müəllimə cavab versin. Mən Salvador bilirdim. Zəkiyə Nam müəllimə. qabım. Zəkiyə müəllimə. Bir cavab. Aysel Qarayeva. Mənim bu Fazil Nəcəfovdur. Ayta Zeynalova. Fərhad Xəlilov. Bəli, Fərhad Xəlilov idi. Hə, onların Bəli, müəllimlər. Deməli, buradan belə başa düşdüm ki, biz yəni o qədər adam bilmir. Yəni elə bil ki, eyni yerdə qalmışıq, ya bilmirəm, yorulmusunuz, ya başınızdan eləyirsiniz, əşi cəhənnəmə gör olsun deyirsiniz, bilmirəm daha. Yəni belə bir təəssürat oyatdı məndə bu sual-cavab. Bilirəm, hamı yorulub, yaydı, cəmaət istirahət eləyir, orada burada şəkil qoyur WhatsApp-a zaten, amma siz dərs oxuyursunuz. Təbii ki də bu sizə pis təsir eləyəcək. Amma inşallah uğurlarınızı gözəl şəkildə belə paylaşanda siz də bir şey paylaşmış olacaqsınız. Ondan sonra gedin istirahətinizi edin də. Düzdür, bu yay boyu istirahət eləmək də olmayacaq sizə. Bundan sonra elə müsahibə var, o biri var, bu biri var. İnşallah ki, hər kəs istədiyi yerə düşər. Növbəti dərsimiz də sabah yenə də. İstəyirəm biraz da qabağa çəkim, saat 7-də eləyim, əgər sizə uyğundursa. Alına görəsən, yoxsa... Saat neçədə? 7, 19:00-da. 7 lap yaxşı mən eləyərəm. Hə, oldu inşallah. Yox, müəllimə. Yox. Yaxşı olsun, hələ 8. Oldu. Gecəniz xeyrə qalsın. Sabah görüşərik inşallah. Hələlik. Və sınaq göndərmişdim bugün. Sınaq göndərmişəm. Sabah da bir sınaq göndərəcəm. Sınağın nəticələrini də göndərərsiniz inşallah. Hələlik. Sağ ol.